Salam dəyərli şagirdlər. Gəlin inteqrala aid belə bir suala baxaq. Bizə bu ifadəni verib. Deməli biz ilk öncə yazaq ki, integral 1-dən 2-yə. Biz bilir ki, bunlar sərhədlərdir. Aşağı sərhəd 1-dir, yuxarı sərhəd 2-dir. Bu ifadəni baxın buranı biz müxtəsər vurma düsturuna əsasən açaq. 1 plus x və 1-in kvadratı 1 çıxılsın 1-in x hasili x üstəgəl x-in kvadratı bölünsün 1 üstəgəl x dx. İndi burada 1 üstəgəl x-lar ixtisar gedəcək. Qaldı bizdə nə? İntegral 1-dən 2-yə 1 minus x üstəgəl x kvadratı dx. İndi biz bunun nəyin törəməsi olduğuna baxırıq. Deməli yaza bilərik ki, baxın 1 nəyin törəməsidir? X-in. X nəyin törəməsidir? Belə yazırıq. X kvadratı böl 2 üstəgəl x kubu böl 3 olacaq. Və burada da sərhədlərimiz 1-dən 2-yə. İndi birinci 2-nin qiymətini qoyuruq. Harada x görsə 2-ni qoyuruq, hesablayırıq. Deməli 2 minus 2-nin kvadratı 4 bölünsün 2 üstəgəl 2-nin kubu, yəni 8 bölünsün 3. Bağlayıram, çıxıram. İndi 1-i qoyuram. Harada x görsəm x-in yerinə 1-i qoyuram. 1 minus 2-də 1 üstəgəl 3-də 1. İndi baxın bu mötərizənin içindən bu mötərizənin içini çıxacam. Bu ifadə, baxın, bura 2 olacaq. 2-dən 2-ni çıxsaq, 0-a gedir. Qalır birinci mötərizənin içində 3-də 8. Çıx. Bu da eləyəcək, bu ifadə eləyəcək 2-də 1 və buranı da 2-də 1 ilə 3-də 1 də toplayanda eləyəcək 6-da 5. Yəni 3-də 8-dən çıxıram 6-da 5-i və burada ortaq məxrəc 6 etsək, eləyəcək 16 çıxılsın 5 bərabərdir 6-da 11. Və bunu qarşı kəsir şəklində yazsaq 1,6-da 5 olacaq. Cavab bu şəkildə olacaq.